onların yəni ki, yaxşı yaşaması üçün bir şərait yaradılmalıdır ki, o kadrlarımız Azərbaycanda qalsın və kənara getməsin. Biz 30-a yaxın ölkəyə xidmət göstəririk hal-hazırda. O layihələrə daxil olan top 10 ölkə arasında Azərbaycan yoxdur. Beynin də pas atmaması üçün sən gərək ya riyaziyyatla ya da ki proqramlaşdırma ilə məşğul olsan. Кейsin bir ödənişdir. Digər problemlər haqqında danışmamışam. Yetişdirdiyim və ya da ki dərs etdiyim tələbələr bir müddətdən sonra xaricə gedirlər və qayıtmırlar. Rəşad bəy, salam. Salam. Hər vaxtınız xeyir olsun. Xoş gəlmisiniz bizim podkastda. Bizim çox xoşdur ki, sizi burada qonaq kimi görürük. Sizi biz çoxdan tanıyırıq. Artıq sizin fəaliyyətiniz 20 ildə ötüb. Azərbaycanda bir çox innovasiya ekosistemində yeniliklər eləmisiniz, qurmusunuz. Bunları davamlı elətdirsiniz. Bu gün bu haqqda biz danışarıq. Amma ondan əvvəl istəyirəm ki, siz özünüz haqqında daha detallı məlumat verəsiniz ki, biz sizi daha yaxından tanıyaq. Çox sağ olun, xoş gördük. Adım Rəşaddır. 20 ildən çox web proqramlaşdırma sahəsində təcrübəm var. Yəni hətta Azərbaycanda bir çox saytların ilk versiyalarını qurmuşam. Ondan sonra 15 ildən yuxarıda informasiya təhlükəsinin, kiber təhlükəsizlik sahəsində məşğul oluram. Və bu sahədə yəni ki, məqsədim yəni ki, Azərbaycanın patriotik yanaşıram. Azərbaycanda bu sahələrin inkişaf etməsidir, IT sahəsinin ümumilikdə. Və bu ilə əlaqədar mənim özümün şirkətim var, universitetlərdə dərs deyirəm və s. Yəni dərs deməkdə məqsədim kadrların inkişaf etməsidir və öz bilikimi çalışıram ki, yəni çoxaldım. Həmçində yəni layihələrim də məsələn Azərbaycanla əlaqədar olan layihələrim də məqsədi datamızın Azərbaycanda qalmasıdır ki, biraz patriotik yanaşdığıma görə yəni çalışıram ki, yəni bizim datalarımız yəni kənara getməsin və nəsə bir problem yaşanmasın, sızma və s. məsələlər olmasın. Bu cür yanaşıram və innovativ işlərlə də ümumiyyətlə elmi işlərlə də məşğul oluram. Hətta özümə bir məqsəd qoymuşam ki, son 3 ili daha çox ən azından Scopus'a çıxan o Web Science-da və s. olan indeksdən məqalələrim çıxsın. Yəni ki, elmi fəaliyyət kimi daha elmi dərinliyinə gedirəm ki, yəni bu sahədə faydam da etsin. Və bunlarla da məşğul olaraq yəni ki, öz sahəmi də inkişaf edirəm. Həmçində yəni bu sahədə patriotik yanaşmadan başqa, yəni çalışıram ki, biznes də qurum ki, özüm də yəni yaşamaq lazımdır. Doğrudur. Çox belə geniş yanaşmanız var. Həm genişdir, həm də çox dərindir. Biz irəliləyən dəqiqələrdə bunların hamısı haqqında danışarıq. Amma gəlin biz kiber təhlükəsizlikdən başlayaq. Ona görə ki, bu həm sizin professionallaşdığınız sahələrdən biridir, həm də bizim ölkədə son dövrlər aktual olan sahələrdən biridir, təəssüf ki. Azərbaycanda kiber təhlükəsizlik mövzusu necədir? Çünki biz görürük ki, bir çox şirkətlərdə bəzən sızmalar olur, insanlar əziyyət çəkirlər. Burada da adətən istifadəçiləri belə deyək, günahlandırırlar. Bəlkə də həqiqətən günahkar istifadəçilərdir. Biz bunu tam müəyyənləşdirə bilmirik. Sizcə bu proses necədir? Əslində kiber təhlükəsizlik sahəsi belədir ki, yəni digər sahələrdən fərqli olaraq da o sahə hər gün yenilənir. Yəni eyni ilə digər sahələr də düz yenilir, amma sadəcə burada belə bir şey var ki, hər hansı bir boşluq çıxa bilər. O boşluq bu günləri ən aktual bir mövzu olsa belə, 2 gündən sonra o ən zəiflənmiş bir mövzu ola bilər və bu da ki, artıq sabahları daha çətinliyə gətirib çıxarda bilər. Ya buna görə kiber təhlükəsizlik sahəsində təkcə texnologiya deyil, burada daha çox yəni texnoloji deməyək, burada daha çox kadra da ehtiyac var ki, bu kadrlar yəni ki, daim inkişaf etsin, yəni bu sahədə yeniliklər tələb etsin və s. və buna görə də kiber təhlükəsizlik sahəsində çalışanların çoxu cavanlar olur. Yəni belə gedir və əhalinin və nəsə son istifadəçinin günahlandırılmasının əslində başqa bir səbəb var. İri şirkətlərdə də boşluqlar çıxır. Sadəcə olaraq onlar o boşluqlar haqqında onların o boşluqlar haqqında və ya çıxan bir problem haqqında məlumat ictimailəşmir. Öz sahələrində və müəyyən bir qurumların arasında tapılır, problem həll olunur və məsələ lokallaşır. Amma müəyyən bir istifadəçinin, son istifadəçinin, məsəl üçün bankda pul oğurlananda və müəyyən bir səhifələrində və s. bir problem olanda insanların istifadəçinin, məsəl üçün sosial şəbəkə hesablarında və s. problem olanda, bu artıq ictimailəşdiyinə görə, yəni o variant, o üsula görə sonunda end userlər, yəni istifadəçilər günahladırlar, amma elə deyil.
Bu sahədə problem hər bir yerdə olur və hər bir yerdə də bu həll olunur. Sadəcə o ictimailəşdirilməsinin səbəbi odur ki, insan istifadəsi onlar daha çox işıqlandırılır. Digərləri işıqlandırılmır. Bu ilə də əlaqədar əslində dövlət qurumları və həmçində CERT-lər var. Yəni ki, Counter Emergency Response Team-dir. Azərbaycanda da yəni bir neçəsi var. Bunların məqsədi yeni çıxan kiber təhlükəsizlik haqqında boşluqları ictimaiyyətə məlumatlandırmaq və həmçində hər hansı bir, məsələn, şirkətdə və ya istifadəçidə bu sahədə problem olduqda onları toplamaq və onlar haqqında məlumatı, yəni ki, analiz edib onlara kömək olmaqdır. Azərbaycanda bunun inkişafı kifayət qədər güclü gedir. Kadrlar da güclü gedir. Amma bu demək deyil ki, bizdə hər şey superdir. Bizdə də bu sahədə mənfi tərəflərimiz var. Çünki biz çox vaxtı xarici vendorlardan məhsullar alırıq. Yerli məhsullarımız var, deməyəcəm yoxdur. Var, amma az saydadır. Hansı ki, onlar da xarici bazara, yəni demək olar ki, satılmır. Və ya da ki, bir-iki ölkəyə satılır. Yəni hələm daha böyük bir, yəni transmilli bir şirkət deyil və s. Yəni ki, bu problemlər yaşanır və bunu inkişaf etdirmək lazımdır. Eyni cürdə kadrlarla əlaqədar böyük bir problemimiz var əslində. Kadrlarla əlaqədar olan böyük bir problemimiz nədir? Əslində sonda gəlib onun maliyyəsinə gəlib çıxır. Niyə? Çünki hər hansı bir təhlükəsizlik ekspertini götürür bank işə. Məsəl üçün adama 2000, 3000 maaş verir. Bir müddətdən sonra ona xarici bir ölkədən, xarici bir şirkətdən aldığı maaşın 2 qatı və ya 3 qatı yəni məbləğində iş təklifi gəlir və bu artıq biz kadrı itirmiş oluruq. Çünki o gedir ora və yəni ki, qaydmır. Buna görə də bunun düzgün bir model düşünülməlidir ki, yəni bu qarşısı alınsın. Yenidən əlavə vergi vermək yox, onların yəni ki, yaxşı yaşaması üçün bir şərait yaradılmalıdır ki, o kadrlarımız Azərbaycanda qalsın və kənara getməsin. Çünki bizim hal-hazırda beyin axımımız ya daha çox xarici ölkələrə gedir. Bu da artıq ölkədə yəni qalan kadrların yəni ki, bir müddətdən sonra artıq yəni bu sahədə də zəiflənməyə gətirib çıxarda bilər. Necə ki, digər sahələrimizdə olur. Bundan əvvəlki sualın cavabında o patriotik yanaşmanızdan da bəhs elədiniz ki, siz dataların ölkədə saxlanması üçün çalışırsınız, müəyyən işlər görürsünüz. Bu çox qəşəngdir, çox yaxşıdır. Uğurlar. Yəqin ki, dataların ölkə kənarında qalmasının özünün də bir təhlükəsi var bizim üçün. Hardasa bir problemləri var təbii ki. Azərbaycanın ən böyük saytları, ən çox istifadəçisi olan saytlarının əksəriyyətində səhv eləmirəmsə dataları xaricdədir. Çünki onlar xarici bir şirkət tərəfindən alınıblar. İndi mən istəmirəm onların adını çəkəm. Bu proses, bu dataların ölkə xaricində saxlanılması bizim təhlükəsizliyimiz üçün nə qədər problemləri yaradır? Gəlin təhlükəsizlik deməyə, ümumi yanaşaq bu datanın. Yəni o barədə bir qısa məlumat verim. Hesab edin ki, bizim bir saytımız var və auditoriyanın 90% Azərbaycanda. Və sənin serverin Almaniyada yerləşir və ya Amerikada və ya Fransada və ya hər hansı bir ölkədə yerləşib. Azərbaycandan olan istifadəçi əgər ora o saytı izləmək istəyirsə, demək nə baş verir? O Azərbaycandakı trafikdən çıxır, gedir hər hansı bir başqa bir ölkəyə və o sayt açılır və sonra o trafik geridən qayıdır sənə və sən bu saytı izləmək üçün bir neçə ölkəni gəlmiş olursan. Və bu vaxtı bizim artıq o xarici kanallarımız var da, yəni beynəlxalq magistralımız var. Beynəlxalq magistralımızda internet trafiki artıq artmış olur. Bu bir problemdir. İkinci problem nədir? Yəni ki, datanın oğurlanması və s. də o ölkədə sənin serverin yanında başqa bir ölkənin serveri ola bilər və ya başqa bir sənə rəqib olan bir şirkət ola bilər və ya ki, başqa bir problem, yəni işçilərində və s. belə bir problem ola bilər. Onlar çox rahatca sənin məlumatı oradan oğurlayıb öz məqsədləri üçün istifadə edə bilərlər. Burada artıq məlumat oğurluğu və s. baş verə bilər. Yəni ki, bu hadisədir. Ölkədə yaşananda nə olur? Bunu başqa, əslində bu trafikin bu cür getməsi başqa ən rahat variantını necə baş salıram? Yəni, hesab elə ki, sən bir binada yaşayırsan və aşağıda çörək dükanı var. 28-də yaşayırsan, aşağıda çörək dükanı var və sənə çörək almaq deyəndə sən gedib xırdalandan alıb gəlsən. Yəni, həm vaxt itkisi olur, bu TTL adlanır, yəni ki, time to live. Həm də ki, yəni elə yol gedib gəlmək üçün və s. xərcin çıxır. Bu xərc əslində yol xərcidir və bu da istifadəçi görmür, amma beynəlxalq magistralda və s. yükləndə bu artıq xərclər və həmçinin yəni gecikməyə gətirib çıxardır və burada da neçəsə millisaniyə fərqi var. O millisaniyəni gec açır. Lokalda olanda nə olur? Sənin datun buradadır, düşdün, götürdün, saytın açıldı. Yəni elə bir o cür düşünərək ki, çox rahatca açıla bilər. Və sadəcə istifadəçilərin, həmin o sayt sahiblərini xaricdə götürməyinin problemi odur ki,
Azərbaycanda data centrlərin və s. verdiyi xidmətlərin qiyməti çox bahadır. Yəni bu səbəbdəndir və bunların da bir neçə səbəb var. Çünki ölkədə data centrlər yeni qurulmağa başlayıb, bir neçə böyük şirkətlər artıq data center qurublar və onların satdığı müştərilər enterprise müştərilərdir. Enterprise müştərilər də niyədir? Bir neçə regulyativ qurumlar var. Məsəl üçün dövlət qurumları var. Xüsusi rabitə və informasiya təhlükəsizliyi üzrə xidmət. Sonra Sertqovaz. Sonra Mərkəzi Bank var. Xritxi deyir ki, Qovaz saytlarının hamısı nazirliklər və s. Qovaz saytlarının hamısı Azərbaycanda lokasiya olmalıdır. Sonra G-Cloud var. Government Cloud. Məsəl üçün, dövlətə yaxın olan hər hansı bir şirkətlərin, layihələrin hamısının datası orada yerləşməlidir. Eyni cür Mərkəzi Bank. Mərkəzi Bank deyir ki, bütün banklara deyir ki, sizin müştərilər haqqında məlumatınız Azərbaycanda qalmalıdır. Niyə? Çünki fərdi məlumatlardır. Fərdi məlumatlar kənara çıxarsa sabahlara informasiya sızması və s. ola bilər. Bunlar da ki, bunlara kimlər xidmət edir? Həmin o enterprise-a xidmət edən data centrlər. Və o səbəbdən də böyük qiymət olur. Adi xəbər saytı və ya xırda bir saytlar gəlib onlara müraciət edəndə qiymətlər həmin onun Almaniyada götürdüyündən ən azı 10 qat yüksək olduğuna görə o məcbur olub gedib orada işlədir. Biz nə edirik? Biz çalışırıq ki, həmin o datanı, yəni ki, onlara xidmət kimi deyirik ki, get bir bax, Almaniyadakı saytlar neçəyə götürürsən? Məsəl üçün 100 euroya. Onun üstünə 18% gəlir. Çünki burada xaricdən pul götürəndə olur 118 euro. Biz deyirik ki, gəl sənə biz onu 110 euroya təşkil edəcəyik. Və beləcə müştərilərimiz çalışır ki, Azərbaycana gətirir. Bu o demək deyil ki, bizdə hər şey superdir. Bizim də müəyyən bir problemlərimiz var. Amma biz bunları həmişə çalışırıq ki, həll eləyək. İnkişaf etdikcə ki, layihənin üzərinə investisiyalar edirik ki, datamız Azərbaycanda qalsın və həmin o xarici gedən şirkətlər, yəni ki, saytları Azərbaycanda yerləşir və çox gözəl də işləyir və heç bir problemlər də yaşanmır. Yəni bu tərəfdən də data Azərbaycanda qalmış olur. Amma böyük enterprise müştəriləri artıq, yəni ki, böyük data centrlər xidmət göstərdiyinə görə artıq orada qalmış olurlar. Anladım. İndi Yerazın müəyyən bir fəaliyyətinə də toxundunuz, izah Azərbaycanda şirkət... Bu arada Yeraz haqqında bir şey deyim ki, əslində şirkətin bizim serverlərimiz sadəcə bir onun qısa ümumi dediyim, yəni ki, müştərinin işləməsi və s. Sözü üzr kəsim. Yəni bir qısa deyim ki, Yeraz Azərbaycanda yerləşməyinə baxmayaraq biz Azərbaycanda server xidmətləri göstəririk. Həmçinin bizim Gürcüstanda data centrimiz var, amma daha çox müştərilərimiz Azərbaycandandır. Biz 30-a yaxın ölkəyə xidmət göstəririk hal-hazırda. 30-a yaxın ölkədən bizim müştərilərimiz var. Bunlar da kimlərdir? Yaxın regionlarda xidmət göstərən müştərilərdir. Məsəl üçün, keçən dəfə bir müştəri gəldi. Ümumiyyətlə, Qafqaz regionuna girmək istəyirdi. Bizim Azərbaycanda və Gürcüstanda serverlərimiz olduğuna görə bizim hər iki ölkədəki data centrimizdən server götürdü. Çünki o bu regiona girirdi. Və müəyyən müştəri var ki, CDN xidməti göstərir. Banni CDN zad və yəqin ki, bəzləşdirib. Onlar bizim partnyorların üzərindən gələrək bizdən xidmət göstərirlər və bu regiona yerləşərək müəyyən bir xidmətlər göstərmiş olurlar. Biz ona görə yəni ən böyük üstünlüyümüz location Azərbaycan olaraq həmçinin xarici müştərilərə də xidmət göstəririk. Çox yaxşı. Bu ancaq bizi sevindirə bilər. Fikrinizi dağıtdım, amma yox, əslində mənim sualıma cavab verdiniz. Mən sual vermək istirdim ki, Yerazın nə qədər müştərisi var və onlar hansı kateqoriya şəxslərdir, şirkətlərdir daha doğrusu. Siz artıq demək olar ki, buna cavab verdiniz. Bütün səviyyələrdə əslində adi istifadəçidən tutmuş, çünki 5-6 manatlıq VPS xidmətlərimiz var. Hansı ki, Almaniyanın və s. xidmət servislərinin eyni qiymətdir və yüksək xidmətlərimiz də var. Yəni 5000, 10000 və s. yəni yüksək xidmətlərimiz də var. Bu müştəridən asılı olaraq dəyişir. Müştərinin istəyinə uyğun olaraq biz xidmət veririk. Və bu səbəbdən də yəni ki, biz o bazarı götürürük və müştərilərimizin 50%-dən yuxarısı Azərbaycandandır. Baxmayaraq ki, 30 ölkə xidmət göstəririk, yəni daha çox çalışır ki, Azərbaycanda müştərilərimiz olsun. Çox gözəl. Siz Azərbaycandan ölkə xaricinə 30 ölkəyə məhsul, xidmət ixrac edirsiniz. Sizin o ölkə xaricinə ixrac etdiyiniz xidmət ancaq Yerazdır, yoxsa sizin başqa layihələriniz də var? Mən bildiyim qədərilə sizin başqa kiber təhlükəsizlik və s. sektorda layihələriniz də var. Security layihələrim var. Əslində onu artıq xarici layihə kimi təqdim edirəm. Hətta o layihəyə daxil olduqda heç Azərbaycanla əlaqəsi olmur. Göstərmə, amma layihənin bütün supportu və s. Azərbaycandan gedir. Məqsəd nədir? Kiber təhlükəsizlik sahəsi elə inkişaf edir ki, yəni burada
daim yeni bir məhsullara və s. xırda məhsullara ehtiyac var. Böyük vendorlar var, məsələn, yəni bunlar artıq özləri üçün xidmətlər göstərirlər. Biz nə edirik? Balaca vendorları götürmüşük və ya da balaca xidmətləri götürmüşük və istifadəçilər bu sahədə biliyi olmayan istifadəçilər, amma öz hostlarını və ya öz resurslarını test etmək istəyənlər üçün xırda xidmətlər veririk. Məsəl üçün layihələrimizdən biri WordPress-in skaneridir. WordPress artıq dünyada məşhurdur. Hamı çoxu işlədir və hələm də bazarda, yəni ki, yüksək bir pay tutub. Bu yəqin ki, ola bilər növbəti 20 ilə və s. yeni bir CMS çıxsın, amma hal-hazırda bu liderdir. Biz nə etmişik? VPScan Online belə bir layihə yaratmışıq. Pulsuz və pullu versiyaları var. Pulsuz versiyada girirsiniz, sizin hostunuzu 5-10 saniyə və ya 1 dəqiqəlik skan edir və 1 dəqiqə ərzində nə tapdısa onu məlumat verir sizə. Bu pullu versiyaları da daha geniş, extended skan edərək sizin saytınız haqqında daha detallı report verir ki, sizin hostunuzda bu problemlər var, bunları aradan qaldırır. Yəni belə targetlənmiş auditoriyalar üçün xidmətlər verir. Eyni cür məsəl üçün port skanner onlayn varımızdır. Yeni bir layihə internetə çıxarmısan, bilmək istəyirsən ki, orada hansı portlar açıqdır. Bunun çox vaxtı kiber təhlükəsizlik ekspertlər bilir, Nmap və s. belə toollar var. Onlarla skan edirsən, amma adi istifadəçisi onu eləyə bilmir. Oturub o toolu yükləmək və s. belə şeylər eləmirlər. Girir bizim saytda sadəcə o, yəni web interfeyslə və API ilə və s. var. Gələcəkdə indi MCP və s. qoşulacaq. Demək nə edir? Girir, hostun adını yazır, Tapscan alındı və ona report təqdim etdi ki, sənin hostunda filan portlar açıqdır və ya digər Angel, SQL Map Online varımızdır, Nikt Online və s. Yəni belə layihələrimiz var. Bunlar kiçik auditoriyalara fokuslanmış, amma çoxlu sayda layihələrdir ki, məqsədləri sadəcə olaraq, yəni sənə lazım olan işin, belə deyək də, o toolu yükləmədən kompüterində, yəni ki, sadəcə brauzerdən daxil olaraq işləyəsən və ya da ki, hər hansı bir application var, serverless xidmət istəyirsən, API-yi götürürsən, özün üçün istifadə edərək sonda nəticələrin üzərində bir işlərini görmüş olursan. Belə xidmətlər təqdim edirik xarici bazarda. Və o layihələrimdə bir şey var ki, o layihələrə daxil olan top 10 ölkə arasında Azərbaycan yoxdur. Yəni belə bu cür inkişaf edir və gedirik. Çox yaxşı, çox maraqlı. Dünyada indi solopreneurlar populyarlaşmağa başlayır. Onlar çox kiçik platformalar, mobil tətbiqlər, extensionlar nələrsə hazırlayıb satışa təqdim edirlər. Sizin bu dediyiniz məhsullara yanaşmanız elədir, yoxsa sizin özünüzün bir komandanız var, siz bunları onlarla həyata keçirirsiniz? Çünki sizin bir akademik tərəfiniz də var, bilirəm ki, universitetdə mənim kimi fəaliyyət göstərsiniz və bayaq danışdınız. Siz onlarla bir komanda qrup bunu davam elətdirsiniz, yoxsa özünüz edəcəksiniz? Əslində belə deyək, Yeraz artıq kifayət qədər inkişaf edib. Komandamız var orada. Çünki tək o artıq çatdıra bilmirəm. Yəni bizim özümüz sysadminimiz var, SMM menecer, mühasib, texniki support və s. belə işçilərimiz var və bunlar artıq layihənin fokuslanıblar, layihə ilə əlaqədar işlər görürlər. Müəyyən texniki işləri çatdırmayan da onlar görür. Amma özüm xoşladığıma görə hər bir şeyi özüm də bəzən qurdalayıram. Çünki çox maraqlıdır. Yəni ki, gedirsən data centerdə serverləri, yəni belə deyək də çıxardırsan, baxırsan və s. Çox, yəni işin içindəsən, kinolarda göstərilən həmin o rəqləri, yəni özün əl gəzdirirsən və s. və bizim infrastrukturumuz da Delta Telekomda olan infrastrukturumuz çox strateji bir yerdədir. Yəni maraqlı bir yerdədir və ona görə də yəni oradan terabitlə internet keçir də, yəni təsəvvür edin ki, və sən olan içində bir balaca 10 gigabitli, yox 20 gigabitli bizə 20 gigabitli bir rəklərin üzərində işlər görsən və maraq verir ki, okey də burada necədir, serverlərin, yəni hansının, hətta girən kimi, işığa baxan kimi bilsən ki, bu serverində problem var və ya filan diskdə yanıb və s. və ya hansınsa ramı yanıb. Yəni bulan hot, məsəl üçün, orada montaj eləmə imkanları var. Bu nədir? Server işləyir, görürsən ki, onun içində ramı yanıb. İşləyə onu çıxardırsan, ramını dəyişirsən və ya məsəl üçün diskləri dəyişirsən və s. bu cür işlər görür. Ona görə bəzi şeyləri özüm eləməyi xoşladığıma görə, yəni o belə deyək, ehtirasımdır da, o yəni çox yəni ləzzət verir mənə, belə həzz alıram o işlərdə. Ona görə o bəzi şeyləri eləyirim, amma çatdırmayanda təbii ki, yəni ki, insanı fiziki olur ki, çatdırmıram və ya da ki, ümumiyyətlə vaxt problemləri yaşayan. Komandamız çox sağ olsunlar, yəni ki, çox yaxşıdırlar, yəni güclüdülər. Hətta biz yeni layihəyə başlamışdıq. Yəni cloud gamingdir. Burada mən Azərbaycanın cloud gaming üzrə ən
yəni əjdahalarından birini işə götürmüşük ki, bizə bu sahədə dəstək olsun. Hətta o özünün ideyalarını və s. də verir. Yəni biz çalışırıq ki, komandada startap kimi yanaşaraq, yəni ki, hər bir işləri görək və əjdahaları öz ətrafımıza yığaq ki, bu işləri görmüş olaq. Amma digər layihələrimdə, o SaaS layihədə və s. orada o mənim bir hobbi kimi, o da hobbi kimidir. Əslində bu da hobbi kimi başlamışdı. Hobbi kimidir. Məsəl üçün boşam, oturmuşam, kofe içirəm və hər hansı bir saytı gəzəndə görürəm ki, okey, mənə buna ehtiyac var da. Niyə oturum o toolu yükləyim? Götürəm onun saytını başlayıram düzəltməyə. Dizaynerdir. Özümün daim işlədiyim bir dizayner var. Ona göndərirəm kodingi, məsəl üçün freelance saytların birində kodinq elətdirirəm və başlayıram özüm müəyyən hissələrini özüm develop eləməyə. Çünki müəyyən bir yaşdan sonra artıq sən sifarişə proqram yazmaq istəmirsən. Əvvəllər yazırdımsa, indi istəmirsən. Amma indi beynin də pas atmaması üçün sən gərək ya riyaziyyatla ya da ki proqramlaşdırma ilə məşğul olsan. Özüm üçün yəni otururam, onları özüm proqramlarımı yazıram, müəyyən bir yeni şeyləri və s. araşdırıram ki, onları da yəni tətbiq edim. Sabahları dərs dedikdə tələbələrimi də onu çatdırım və hətta bəzən olur ki, tələbələrim də yəni ki kömək edir və hal-hazırda bizim komandada elə işləyən işçilərin yəni çoxu elə mənim tələbələrim oldular. Çox yaxşıdır. Məncə tələbələriniz onda çox şanslıdırlar ki, siz onların müəllimisiniz, həm öyrədirsiniz, nəzəri olaraq, həm də praktik olaraq, həm də iş həyatına ilk addımlarını sizinlə atırlar. Siz danışdınız, bildirdiniz ki, bu sahədə işləmək sizin üçün çox qəşəngdir, çox həzz alırsınız, amma kod yazmaqdan artıq belə deyək, yorulmusunuz, artıq bu vaxtınızdır ki, keçib. Amma indi kodu da süni intellektlə yazırlar. Vibe coding. Vibe coding. Hətta 2025-ci ilin sözdə vibe coding Gördüm oyun postunuzu, gözəl idi. Bəli, biz paylaşdıq Tekazda. Siz bu işlərdə süni intellekti istifadə edirsiniz? Yəni və yaxud da sizin hazırladığınız hər hansısa məhsulu, xidməti süni intellekt belə deyək, təsir eləyə bilər, təsir eləyərək onu fəaliyyətini zəiflədə bilər, yoxsa yox? Süni intellekt əslində çox o böyük bir risk kimi, bir riskli sual kimi yanaşılır. Çoxu süni intellekti məsəl üçün də risk kimi deyir ki, mənim işimə mane olacaq. Yox. Əslində biz süni intellekti, mən hal-hazırda o SaaS layihəmdə süni intellekti istifadə edərək VAS xidmətlər təqdim etməyi düşünürəm. Ya bu nədir? Süni intellekti sən alət kimi istifadə etmirsənsə və düşünürsən ki, o sənin layihənin qarşısına alacaq, o düzgün deyil. Vibe codingi də istifadə edirəm. Düzdür, özüm o sahənin içərisində çox dərinliyə getdiyimə görə bəzən görürəm ki, mən istədiyim kimi nəticə vermir, deyirəm ki, özüm yazımda, yəni elə bir şey. Amma yox, süni intellekt kifayət qədər nəticələr verir. Yəni ki, bunu da bir alət kimi istifadə edərək inkişaf etmək üçün istifadə edirəm. Yəni, alət olur və məsəl üçün reportu təqdim edirəm və sabahları indi hal-hazırda yəni ki, onun üzərində də araşdırmalar aparıram ki, sabahları yeni xidmət verdikdə burada deyim ki, yox, sizin aldığınız reportlar, yəni adi reportdur. Bunu süni intellektin nəticəsi ilə, istəyirsinizsə süni intellekt analiz versin. Məsəl üçün 1 sent ödəniş eləyin ki, süni intellektin reportunu istifadə etmiş olasınız. Yəni belə xidmətləri düşünürəm və yəqin ki, layihələrimdə növbəti mərhələlərdə onu istifadə edəcəm. Və yenə də proqramlaşdırmadan, yəni ki, əl çəkmək lazım deyil. Yəni çünki adam beyni bir müddətdən sonra yəni ki, çökməsin deyə. Biz öz işimizdə süni intellektdən çox istifadə edirik. Azərbaycanda mən müxtəlif ölkələrdə olduqda görürdüm ki, insanlar orada xəbər oxumağa meyillidirlər. Bəzi ölkələrdə görürəm ki, küçələrdə, metrolarda, dayanacaqlarda qəzetlər yerləşdiriblər ki, insanlar pulsuz oxusunlar. Bizdə də var da. Crossword alıram mən, mamam düşünəmişəm. Hə, siz alırsınız Crosswordları. Amma çox adam yazı oxumağa meyilli deyil. Buna görə də biz çalışırıq ki, məlumatları qısaldaq, sürətli şəkildə insanlara təqdim eləyək. Bizim auditoriyamız adətən tez məlumat əldə etmək istəyir. Ona görə də biz süni intellektdən çox istifadə edirik bunun üçün. Amma o da istədiyimiz nəticəni vermir sözün açığı. Yəni ondan sonra biz düzəlişlər eləyirik, nə qədər dəyişikliklər eləyirik filan. Bu sahə hələ ki mən düşünürəm ki, oturuşmayıb. Yəqin ki, növbəti illərdə daha yaxşı, daha təkmilləşəcək, daha çox təkmilləşəcək. Həm də ki, yeni texnologiyadır. Baxmayaraq ki, 10 il əvvəldən bunun üzərində işləməyə başladılar. Artıq bir neçə ildir təqdim olunub, ictimaiyyətə açılıb. Biz bu sahədən geri qalmışıq deyə düşünürəm. Çünki bu çox böyük şirkətlərin əlində olan böyük texnologiyalardır
və onun da location məkanı ancaq San Fransiskodur. San Fransiskodan biraz digər ərazilərə çıxanda yəqin ki, aktuallığını itirir. Çünki hamı gedib San Fransiskoda qurur və yaxud da ki, Çinin bir neçə aləti, texnologiyası var. Siz danışanda Azərbaycandakı beyin köçündən də danışdınız ki, biz bunu hamımız şahidi görürük ki, insanlar ölkədən kənara gedirlər. Bunun da müxtəlif səbəbləri var. Və gedən insanların əksəriyyəti də bacarıqlı şəxslərdir ki, onlar bu ölkədə nələrsə eləyə bilərlər. Sizcə biz burada hansı yolu izləməliyik ki, biz bir nəticə əldə edə bilərik? Məsələn, siz özünüz öz sahənizdə çox işlər görürsünüz. Biz texnologiya mediası olaraq ancaq startap, innovasiya xəbərləri yayımlayıb insanları məlumatlandırmağa çalışırıq. Amma gedən insanlar da burada nəsə eləyə bilərlər. Biz onları təbii ki, qınamırıq, amma dünya inkişaf eləyir. Onlar da inkişaf eləyən yerə gedirlər. Biz geridə qalırıq. Biz bu balansı necə qoruya bilərik? Biz ya Estoniya olmalıyıq, ya da bir geridə qalmış bir ölkə. Yəni Türkmənistan və s. belə bir şey kimi. Bunun mən ürək ağrısı ilə deyirəm. Bunun bir neçə səbəbləri var. Birincisi düzgün problemlərdir. Düzgün həll olunmayan problemlərdir. Yəni öz кейslərimdən danışım. Mən xaricilərlə işləyirəm. Yəni ki, bir Estoniyada şirkətimiz var. Bəzən Azərbaycanda problem yaşanda da oradakı şirkətə köçürdürük və də Azərbaycana pul gəlir. Məsəl üçün $500 mənə ödəniş gəlir. Şirkətə invoice göndərirəm. Estoniyadakı şirkətin invoice-unu göndərən kimi səhər göndərirəm, axşam hesabımda da pul. Başqa bir ölkədən gələr pul, ona baxmayaraq. Azərbaycana pul göndərirəm, invoice göndərirəm şirkətə. 2 gündən sonra pul gəlir. 2 gündən sonra mənə zəng gəlir ki, bunun əsasında sənədləri təqdim elə. Sənədləri təqdim edirəm, artıq 3-cü günə keçdi. 3-cü gündən sonra növbəti bir problem yaşanır. Sənədin içində nəsə xırda bir problem yaşanır, mənim ad səhv yazır və s. Onu geri qaytarması. Olur ki, pulu da geri qaytarırlar. Və beləcə mən o pulu gec almış oluram. Mənim artıq burada digər xərclərim də var axı. Bu xərclər artıq gecikir və məcbur oluram ki, o pulu başqa bir ölkəyə keçirdim. Bu bir. İkincisi, bizdə bir balaca formalaşmış və s. işçilər, işçi demək, idarəçilər qorxurlar. Sözün əsl mənasında qorxurlar, regulyatorlardan qorxurlar və regulyatorlarla əlaqədar müəyyən bir problemlərdən qorxurlar. Sözü deyirsən və onu başqa cür başa düşürlər və ya da başqa cür yozurlar və yozduqlarına görə də artıq sənin üçün də problem yaşadırlar. Və bu cür problemlər o qədər çoxalır ki, sən artıq bir müddətdən sonra danışmırsan. Yəni necə ki, digərləri danışmır və artıq o insana çıxıb getmək məcburiyyətində qalırlar. Deyirlər, susursan, okey, amma problemi çoxalır axı. Və danışmadığına görə də və s. də və ya da ki, nəsə dediyinə görə də sənin artıq bir müddətdən sonra ya səni ignore eləyirlər və ya da səni blacklistə salırlar və s. Deyirlər ki, yox, bu adamın üzünə durandır və ya bu belə bir şeydir. Deyirsən, okey, mən beləyəm, mən lazım deyiləm də demək istəyirəm. Və çıxıb gedir. Sabahlar o insanlar gedib xaricdə bir şey eləyəndə deyirlər, onu görməmişdiniz, o belə idi. Yəni, bu səbəbdən də ki, bizdə problemlər yaşanır. Yəni, mən hal-hazırda bu günlərdə adi bir şey, bizim bir xariclə əlaqədə bir ödənişimiz var. Artıq 2-ci həftədir. Biz buradan Rusiyadakı bir şirkətə $600-700 bir ödənişdə onu edə bilmirik. Nə var? Müqaviləmizdə bir problem var. Regulator da yox, daxili compliance-dan keçə bilmirik. Yəni, bunlar nədir? Bir problem, 2 problem, 3 problem və s. və bunları həll edə bilməyəndə nə edirsən? Yəni, deyirsən ki, okeydə mən niyə onda burada çalışıram və inkişaf etməyə çalışıram? Yəni, hansı ki, yuxarıdakilər mənim bu cür çalışmamı görmürlər və mənə sabahları, belə deyək, vedrə bağlayırlarsa, yəni, mən onda başqa yerdə işləyərəm və mənim üçün bunu həll eləməzlər. Yəni, xaricdə necədir? Yəni, ödəniş olanda və s. yəni, çox rahatçı gəlir. Eyni cürdə digər sahələmizdə. Edirsən, biraz inkişaf edirsən və sən sabah xırda başqa bir şeyə görə, yəni ki, bunu da bəhanə edirlərsə, artıq bu problemdir. Bunun həllini artıq düşünmək üçün yəni çalışmalısan, kadrları inkişaf etməlisən, amma nə qədər olacaq? Eyni problemi mən də yaşamışam. Mənim də ətrafımda çox adam artıq xaricə köçüb və ya da köçmək
fikrindədirlər, planlaşdırırlar. Hətta bəzi adamlar var ki, onların 40-dan çox yaşı var, 40 ötüblər. Onlar köçmək istəyirlər hazırda. Deyirlər ki, bəs övladlarımız üçün proseslər çətinləşir. Biz istəmirik ki, artıq onlar çətin proseslərlə əlləşsinlər, vuruşsunlar, savaşsınlar. İstəyir ki, daha rahat və daha inkişaf eləmiş bir cəmiyyətdə olsun. Ona görə köçməyi planlaşdırırlar. Çox adam, çox təəssüf ki, eyni ödəniş məsələsi ilə bağlı problemi mən də yaşamışam. Məndə kes belə idi ki, Кейsin bir ödənişdir. Digər problemlər haqqında danışmamışam. Çoxdur məsələlər, digərləri haqqında da deyə bilərsiniz. Mən Azərbaycan təşkilatlarının birindən ödəniş alırdım. Sadəcə mənə ödəniş edən vendor xarici idi. Pul Azərbaycana xaricə gedib Azərbaycana gəlirdi və mən bankla çox ciddi problemlər yaşamışdım. Məsələ də bu idi ki, regulatordan danışırıq. Mənimlə eyni mövqedə olan digər şəxs A bankından getdi, vəsaiti aldı, sadəcə ona zəng elədilər, sənədi göndərdi, vəsaiti aldı. Mən digər bankdan alırdım, B bankından alırdım. Getdim həmin banka, eyni sənədləri təqdim elədim, onlar vəsaiti mənə vermədilər və mən də başa sala bilmədim ki, regulyatorsa, qanun belədirsə, o alır, mən ala bilmirəm. Fərqi nədir? Axı eyni prosesdir. Bu biraz hələ ki oturuşmayan bir sistemdir. Və çətinliyin də qorxu üzərinə qurulub, yəni qorxuruq. Ona görə. Çox çətindir. Bəs bu qorxu üzərində qurulan ekosistemdə ki, siz 20 ildən çoxdur bu ekosistemdəsiz, çox adam tanıyırsınız, çox işlər görmüsünüz. Burada startap qurmaq olar yoxsa yox? Olar əlbəttə. Ölkənin ən böyük üstünlüyü var. Yəni onu mən də görürəm, ola bilər digərləri də görür. Bizdə çox gözəl kadrlar var və çox ağıllı kadrlarımız var. Digər ölkələrlə. Və biz qarışıq kimi işləməyi xoşlayırıq. Yəni, digər ölkədə əgər işçi saat 9-dan 6-ya qədər işləyirsə və işin, yəni ki, belə deyək də, maraqlı bir hissəsidir, 2 gündən sonra sizin təqdimatınız ola bilər və o işçi sənin üçün saat 10-a qədər, hətta ola bilər gecəni də işə qalsın, işləsin. Amma xaricdə elə deyil. Onlar öz, məsəl üçün, qulağını tələb edir. 9-6, 2 dəqiqə keçdi, səni hətta məhkəməyə verə bilər. Yəni bu tərəfdən bu birinci problemdir, inkişafımız ki, biz işləməyi və nəticəyə fokuslanmağı xoşlayırıq. Yəni bu tərəfdən yaxşıdır və yəni gənclərimiz daim inkişaf etmək istəyirlər. Yeni şeylər istəyirlər. İstəyirlər ki, məsələn, deyir, ondan niyə bizdə yoxdur? Onu gətirək özümüzdə və belə şeyləri inkişaf etdirək. Yəni buna görə də mən deməzdim ki, bizim ölkəmizdə məsələn bunlar yoxdur. Gənclərimiz var, amma o qorxmayan gənclərimiz var ki, o işləri görürlər və nəticədə göstərirlər. Yenə də, yəni, mənim bu sahədə də qalmamın üstünlüyü odur ki, mən dediyim ki, mən patriotik yanaşıram. Düzdür, problemlərim çox olub. Yəni, danışsam, yəni ki, onu böyük bir kitab yazmaq olar hətta. Yəni, amma yəni, mən çalışıram, həmişə müsbət şeyləri düşünürəm. Çünki ölkəmizin inkişafını və o gənclərimizi görürəm. Yəni, amma təəssüf nə edirəm həmişə? Yetişdirdiyim və ya da ki, dərs ediyim tələbələrim bir müddətdən sonra xaricə gedirlər və qayıtmırlar. Dərs adı ilə müəyyən bir təcrübə və s. və bu da artıq, yəni ki, müəyyən bir problem yaşadır və beləcə, yəni ki, biz gedirik. Bir də bizdə başqa bir şey olur. Yəni, müəyyən bir qurum çalışır ki, monopolist olsun. Bu işi ancaq mən edim. Bu qurum bizdədir, başqa heç kəsdə olmasın və s. beləcə. Yəni, eyni digər xidmətlərlə də əlaqədir. Yəni, bunu da, yəni ki, mən pərakəndəliyin səbəbkarıyam. Necə ki, banklar. Aralarında Red Ocean'da, aralarında mübarizə aparılır və sonunda gözəl nəticələr göstərməyə çalışırlar. Digər eyni IT şirkətlərimiz də elə olmalıdır, startuplarımız da. Eyni məhsuldur, 2 dənə startup olsun, aralarında mübarizə aparsınlar və sonunda təkcə Azərbaycan deyil, dünyada bir tanınmış brendlərimiz çıxsın və ya da ki, müəyyən bir məhsullarımız çıxmış olsun. Razıyam qismən sizinlə, amma banklar nümunə gətirdiniz. Məncə Azərbaycanda banklar özləri startuplara mane olan ən böyük təşkilatlardılar. Ona görə ki, banklar özləri startup məhsulların özləri hazırlayırlar daxildə. Bank applərini super app eləyirlər filan. Azərbaycanda fintechlərin fəaliyyəti artıq sual altındadır. Məncə onlar artıq öz fəaliyyətlərini genişləndirə gedirlər. Böyük şirkətlər var, belə deyək də, əslində o böyük tech şirkətlər var da, yəni dünyada da. Yəni o şirkətlərin üzərində də elə bir hallar var. Məsələn, Google görür ki, hər hansı bir bazar var. Öz
onu vaxtı istifadə etmədən, yəni ki, o bunu alır və öz layihəsinə birləşdirir. Bizdə niyə banklar, yəni ki, böyükdülər və onlar o In-house. fintechlərlə eləmirlər? Çünki müəyyən bir məhsul var. Bank düşünür ki, bunu bu startapa alıb özümə birləşdirsəm, məsəl üçün elə müqavilə prosesi 2 il çəkəcək və s. Ondan sonra 2 il hələ özümün məhsulumu cəldim də. O cür düşünərək edirlər. Amma banklar yəni rəqib deyillər. Banklar əgər görsə ki, sənin yaxşı bir şəraitin var, düzdür, yəni ki, müəyyən bir bürokratik banklar da var, müəyyən bir məsəlçi limitləri olan və s. heç mobil əpi pis gündə işləyən və s. banklar da var. Yəni deməyim ki, hamısı superdir, amma yəni müəyyən banklar var ki, onlar açıq, opendirlər və istəyirlər ki, həmişə yeni bir nəticələr göstərsinlər. Və bu sahədən hətta xırda startaplara kömək olmaq istəyənlər, startapların müəyyən bir layihələrini almaq istəyənlər də var. Bunun nümunə VLP və s. göstərə bilər ki, o artıq bir neçə banklarla və s. də işləməyə çalışırlar, yəni. Ona görə yəni bu nəticələrimiz var. Bəli. Məncə VLP-nin əsas uğurlarından biri də Seymur bəyin özünün satış qabiliyyətinin çox yaxşı olmağıdır. Çünki mən düşünürəm ki, Seymur bəyin satış qabiliyyəti bir dərsdir. Mən bir neçə dəvət eləməlisiniz gələn dəfə onu mən təklif edirəm. Bəli, o bizim siyahımızda var. Biz Seymur bəyi bura dəvət eləyib daha detalları özü ilə danışacağıq. Siz bütün bu məsələlərdən danışdınız. Mən yenidən bir məsələyə qayıdacağam. Siz cloud gamingdən danışdınız. Mən keçən dəfə bir məqalə oxuyurdum. TKZ-da da bunu yazdım. O məqalənin başlığında məqalədə belə bir cümlə var idi ki, cyber security İsrail üçün nədirsə, gaming industridə, oyun sektoru Türkiyə üçün odur. Belə bir bənzətmə var idi. Türkiyədə oyun startapı inkişaf eləyir. Orada hətta xüsusi bir VC var ki, Platon VC ancaq oyun startaplarına investisiya eləyir. Siz Azərbaycanda oyun, cloud gaming inkişaf elətdirsiniz. Və burada proseslər necə gedir? Bilirəm ki, bizdə oyun oynayan şəxslər çoxdur, varlar, böyük bir icması var. Proseslər necədir? Xsolo və s. gəlmək istəyir Azərbaycana, işləyirlər, gəlmək istəyir yox, artıq fəaliyyət göstərirlər. Digər məsəl üçün bir neçə iri şirkətlər də artıq Azərbaycan bazarına fokuslanırlar. Cloud gamingin, yəni adi gamingdən fərqi odur ki, cloud gaming də deyir ki, sənin kompüterin zəif ola bilər, videokarton zəif ola bilər. Əsas şərtin odur ki, internetin 15 megabitdən yuxarı olsun. Və bu nə edir? Məsəl üçün RTX 4080 videokartı var da. Burada RTX 4080 videokartı 3500 manatda, yəni biz cloud gamingdə nə deyir? Deyir ki, həmin o 3500 videokartı mən sənə aylıq 30 manata verirəm və ya 20 manata, nəsə belə bir simvolik bir məbləğə və sən istifadəçiyə də şərt odur ki, 15 megabit. Azərbaycanda artıq 80 megabitdən yuxarı internet var. Yəni bu adi istifadəçilərdədir. Bunlar nə edirlər? Yəni ki, abunə olurlar. Bir dənə balaca bir applicationda 150-200 megabit. Kompüterinə yükləyir, hətta telefona da yükləmək imkanı var və başlayırlar o oyunu oynamağa və çox rahatca işlədirlər. Yəni cloud gamingdə də bu cür yəni biz çalışırıq ki, cloud gamingin ümumiyyətlə bir neçə vendor var, yəni ki, cloud gaming xidmətlərini göstərən. Xsola'nın içərisində var, o çox böyük deyil, amma bazarın liderləri Nvidia GeForce Now layihəsidir, GFN-dir bizim regionda. Boosteroid var və digərləri var, yəni ki, bunlar liderlərdir. Mən məsəl üçün Boosteroidlə danışdım, onlar deyir ki, biz yalnız OVH-in data centerlərində qururuq və orada xidmət göstəririk. Bu da Fransanın ən böyük data centerlərindən biridir. Nvidia nə edir? Nvidia özü gücü çatan ölkələrlə işləyir, cloud gaming ora gətirirlər, amma GeForce Now-nu həmçində müəyyən bir regionlara girirlər. Məsəl üçün Türkiyə regionu var, Azərbaycana baxan MDB dövlətlərinin regionu var və digər məsəl üçün Koreyada və s. də regionlara girən alyanslarla işləyirlər və biz hal-hazırda bu regionda olan Rusiyanın bir şirkəti var, onlarla işləyirik və biz çalışmaq istəyirik ki, hal-hazırda data center Azərbaycanda deyil, biz indi hal-hazırda onun üzərində çalışmalar aparmaq istəyirik ki, növbəti data centerlərini, çünki orada o qədər cloud gamingə tələbat var ki, növbəti illərdə artıq istifadəçi bahalı və ya da ki, güclü bir video kartı olan kompüterlər almayacaqlar. E-sportsun hətta istifadəsində və s. də kiçik bir kompüter olaraq, yəni ki, e-sportsun oyunlarını oynaya biləcəklər. Bunun üçün nədir? Data center əgər Azərbaycanda olarsa, yəni ki, biz bu regiondan, Azərbaycandan yaxın ölkələrə, Özbəkistana, Qazaxstana və s. də xidmət çatmaq düşünürük. Sadəcə burada çoxlu problemlər var və onların üzərində indi işlər aparırıq. Rəşad bəy, çox sağ olun.
Biz çox detallı mövzulara toxunduq, danışdıq. Son bir məsələyə toxunmaq istəyirəm. Sizcə Azərbaycanda potensial istiqamət hansıdır? İsraildə cyber security-dir, Türkiyədə gaming-dir. Azərbaycanda bu müəyyənləşib yoxsa necədir? Azərbaycanda əslində innovativ yeni layihələrdir. Bunlar xidmətləri ola bilər. Yəni müxtəlif xidmətlər özünüzü görmüsünüz, Globus və sair, yəni ki, restoran və sairəyə fokuslanmış xidmətlərdir və digər şeylərdir. Və burada fikir versək, əslində bu xidmətləri dedikdə mən SaaS-ı nəzərdə tuta bilərəm. SaaS kimi xidmətlər verməkdir və bir də müəyyən API və MCP xidmətlərinin gələcəkdə Azərbaycandan yəni bazara təqdim olunması inkişaf edə bilər. Bu da yəni növbəti illərin bir formalaşması ola bilər. Və həmçində cyber security-də yəni diqqət mərkəzində olduğuna görə nəyisə bir oradan layihələr çıxması şansı var. Sağ olun Rəşad bəy, gəldiniz, bizim qonağımız oldunuz, bizim podkastın qonağı oldunuz. Biz hər mövzunu detallı danışdıq. Düşünürəm ki, bu bizim izləyicilərimiz üçün çox faydalı olacaq. Ona görə ki, mənim özüm üçün çox faydalı oldu. Biz sizin daha böyük, daha uğurlu xəbərlərinizi gözləyirik. Sağ olun, çox sağ olun.